Salam hər kəsə. Demək, bizim bu elektrik keramika filtrələrimizdə niyə kabel gəlmir üstündə? Onu açıqlayayım. Görürsünüz, burada bax, rozetka qoyulub, yəni vilkant bağlayıb keçirtmək üçün. Amma bu əslində düzgün deyil. Ona görə kabel qoyulmur ki, bunlara. Çevirim. Yəni, bunun qaydası, kabel görürsünüz, yoxdur üstündə. Biz ayrıca kabel alırıq, minimum 4'lük olmalıdır. Ayrıca kabel alırıq ki, bura əlavə eləyək. Ona görə gəlmir ki, bu Pramoy avtomatdan gələn kabel ən azından 1 metr uzunluğundan çıxmalıdır bura. Yəni quraq olmamalıdır. Pramoy gəlib bunun arxasına birləşməlidir. Yəni daha etibarlı olsun deyə. Ayrıca avtomat qoyulmalıdır bunun üçün. Minimum 4'lük kabellə avtomatdan bura gəlməlidir. Qoşulma qaydası da burada bizə 3 dənə faza üçün icazə verir. Bax, birinci faza, ikinci faza, üçüncü faza. Bizdə də çox yerdə adicə bildiyimiz 0 fazadır. 4 ilə 5 hamısında 0 olur. 1, 2, 3 faza olur. Normalda bizdə bir dənə faza olduğu üçün içində əlavə beləsinə qoşqu dəmirlər çıxır. Yəni bunları keçirdirik bura. Bir də oradadır. Birini də bura keçirdirəm. Yəni bir-bir birləşdirirəm. İndi qoşacağım, göstərəcəm necə olur. Demək, qoşulma budur. Bax. 1, 2, 3 birləşdi. Ayrıca bu fazadır. Bu isə 0'dur. 4 ilə 5 0'dur. Bu da torpaqlamadır zazimliyini. Vilkası da o formada birləşəcək. Hazır. Filtə hazırdır. Yəni vilka ilə qoşulmağın nə sıxıntısı var? Ben 4'ünü də qoşsam eyni vaxtında vurub əridəcək və yaxud da avtomat atacaq. Onun üçün sıxıntısı var.